Xoşunuza gəldiymi? Dadlı idi, möhtəşəm, çox sağ olun. Nuş olsun. Hesabı deyim. Hadi lan. Deməli, sizdə 2 dənə xardallı can əti, 4 dənə qəlyan altı, opşi eləyir 73 manat. Nə oldu? Çox oldu. 2 dənə xardallı can əti yimsən. Bilmirdin, yəni də hesabı ödəməlisən. Yox, prosta pul evdə qalıb. Mən gedim evdən pul götürüm, gəlib ödəyim də. Yaxşı. Həcə tapşırıb ki, nisiyə olmaz. Yedinsə hesabı ödə. Sən nə adamsan? Demirəm ki, vermirəm. Gedim evdən pulu götürüm, verim də. Ay kişi, başa düşmədin, indi verməlisəniz, sonra mora yoxdur. Anladın? Hesabı ver. Öldəcəksən məni, döyəcəksən məni. Evə gedim pul götürüm, gələcəm də. İndi sən görərsən. Qartal, qartal. Mən danışan bir bayquşam. Danışan qartaldır. Tez bir zamanda yanıma gəl. Aydındır. Mən gələm. Qartal, aydındır. Rusların bir sözü var, Tibet konец. Bu cavan oğlan hesabı ödəmək istəmir. Məşğul ol. Yox, Qartal müəllim, siz düz başa düşmədiniz. Xanım düz demir, mən hesabı ödəmək istəyirəm. Prosta pul evdə qalıb. Gedim evə, pulu götürüm gəlim, hə? Otur aşağı. Pulun olmasa neynənsən ödəməlisən. Ah, telefon vereyim. Bu telefon mənə lazım deyil, səndə qalsın. Sənə başqa şab istəyirəm. Başqa əşya? Sən niyə onun telefonunu almadın, ayaqqabısını aldın? O qanlı başına gəlsin ayaqqabısız. Halaldır sana.